Sizinlə 7-ci sinif ümumi tarix dərslikdən 11-ci dərsə Böyük Səlcuq dövlət dərsinə baxacağıq. İlk öncə oxuyacağım, sonra isə suallara baxacağıq. Oğuz dövlətində subaşı, yəni ordu başçısı bəy Cənd şəhərinə gəldi. Ondan əvvəl köç etmiş müsəlman türkləri də burada yaşayırdılar. Səlcuq bəy özünə tabe olan Oğuzlarla birlikdə müsəlman oldu. Bundan sonra onlar türkmən adlanmağa başladı. İslam dinini qəbul etməsi bölgədə Səlcuq bəyin nüfuzunu artırdı və digər türk müsəlman tayfalarının onun ətrafında cəmləşməsinə şərait yaratdı. Bu amil Oğuz dövlətinə qarşı mübarizədə onun işini asanlaşdırdı. Onun varisləri Səlcuqlar adı ilə tanınırdılar. Mübarizəni onun oğlanları və nəvələri davam etdirmişdir. Bu mübarizədə hələ babalarının sağlığında idarəçilik təcrübələrinə yiyələnmiş nəvələri iki qardaş Çağrı bəy və Toğrul bəy xüsusilə fərqlənirdi. Qarxanlı və Qəznəli hökmdarları qardaşlarının rəhbərlik etdiyi Səlcuqlara qarşı birlikdə mübarizə aparırdılar. Ancaq bu mübarizə Səlcuqları daha da gücləndirdi. Siyasi təzyiqlərdən, yer darlığından və otaq çatışmamazlığı səbəbindən Anadoluya da axın etdilər. Səlcuqlar qərbə Anadoluya geniş miqyaslı bir kəşfiyyat yürüşü etməyə qərarına gəldilər. Yürüşə rəhbərlik edən Çağrı bəy 1015-ci ildə Bizansın şərq əyaləti olan Van gölünün ətrafına çataraq Bizansı və onun himayə etdiyi tayfaları darmadağın etdi. Tayfalarla birlikdə 11-ci yüzilliyin 30-cu illərində Qəznəlilərin hakimiyyəti altında olan Xorasana köçməyə qərarı aldılar. Onlarla toqquşmadan ehtiyat edən Qəznəli Sultan Məsud bəzi əraziləri Səlcuqlara verməyə məcbur oldu. Bu dövr mənbələrində Bizans şərq əyalətlərində görünən Çağrı bəyin süvariləri haqqında yey kimi uçan atlar üstündə uzun saçlı, yaylı və mızraqlı türkmənlər deyə söz açılır. Dövləti, zəkası, cəsarəti və siyasi dünya görüşü ilə fərqlənən Toğrul bəy Səlcuqlu dövlətinin ilk sultanıdır. O hakimiyyəti dövründə də təməlini atdığı Böyük Səlcuqlu İmperatorluğunu dünya dövləti səviyyəsinə qaldırmış, dini dövlətdən ayırmışdır. Qardaşı Çağrı bəy və onun oğlanları ilə birlikdə İslam dünyasında Əməvilər və Abbasilərdən sonra yeni bir türk İslam yüzülliyinin əsasını qoymuşdur. Türklər yaxın şərqi fəth edərək xəlifəni öz himayələri altına aldılar və İslam dünyasının ağası oldular. Səlcuqlar onlara verilən ərazilərlə kifayətlənməyib 1038-ci ildə Nişapur şəhərini ələ keçirdilər. Beləliklə, mərkəzi Nişapur şəhəri olan qüdrətli türk dövləti, Böyük Səlcuq dövləti yaranmış oldu. Bəy burada Səlcuq idarə üsulunu qurmağa və təşkilatlanmağa başladı. Bundan xəbər tutan Sultan Məsud Hindistan səfərini yarımçıq saxlayıb geri döndü. 1040-cı ildə 300 döyüş fili, 50 minlik ordu toplayıb Səlcuqların üzərinə hərəkət etdi. Ordu say baxımından Səlcuqlardan üstün idi. Dövrün tarixçiləri bu ordunun bütün Türkistanın belə qarşısında dura bilməyəcəyi qədər böyük və təchizatlı bir ordu olduğunu qeyd edirdilər. Səlcuqlar Mərv yaxınlığında Dəndənəkan qalası ətrafında həlledici döyüşə girdilər. 3 gün davam edən döyüşlərdə Səlcuqlular Qəznəlilər üzərində parlaq qələbə qazandılar. Dəndənəkan qələbəsi Səlcuqların Mərkəzi Asiyada mövqeyini möhkəmləndirdi. İrana və İraqa yollarını açmış oldu. Toğrul sultan elan edildi. Dəndənəkan qələbəsindən sonra Mərv şəhərində böyük qurultay toplandı. Qurultayda yeni ərazilərin ələ keçirilməsi, Qarxanlı və Qəznəlilərlə toqquşmaqdansa dağınıqlıq olan digər ərazilərə, Bizansa, Cənubi Qafqaza, xüsusilə Azərbaycana yürüşlər edilməsi qərarı alındı. Yürüşlərin yaxın məsafəsində idarə olunması üçün paytaxt 1043-cü ildə Rey şəhərinə köçürüldü. Bizansla döyüşə başlamazdan əvvəl onların sarayına elçilər göndərərək sülh təklif etdi.
Lakin Roman Diogen onlara cavabında İsfahanmı yoxsa Həmədanmı yaxşıdır? Mən İsfahanda, atlarım isə Həmədanda qışlayacaq. Türk elçisi isə cavabında atların Həmədanda qışlayar. Sənə gəlincə, bu hələlik məlum deyil. Bizans imperatoru Roman Diogen bütün kişiləri, hətta Anadoluda yaşayan Oğuzları və Peçenegləri orduya cəlb etdi. Artırmaqda olan türk təhlükəsinin qarşısının alınması üçün Avropa dövlətindən də kömək istənildi. Bu tədbirlərdən sonra Diogen türk təhlükəsinin qarşısını alacağına və əvvəldən Anadoluya gələn türkləri bir dəfəlik buradan çıxaracağına əmin oldu. Bizans ordusu bu tədbirlərdən sonra Malazgirt istiqamətində irəliləməyə başladı. Tərəflər 1071-ci ilin avqustunda Malazgirt düzənliyində qarşılaşdı. Türk süvariləri hər tərəfdən hücuma keçsə də nəticəsiz oldu. Bu zaman Türk ordusu Turan taktikasına əsasən döyüşə-döyüşə və puskular quraraq geri çəkilməyə başladı. Döyüşün gedişində Oğuzlar və Peçeneglər də öz soydaşlarının tərəfinə keçdilər. Vəziyyətin ağırlığını görən imperator geri çəkilmək əmri verdi. Bundan istifadə edən Alparslan onların üzərinə qəti hücuma keçərək döyüşün taleyini həll etdi. Yaralanmış imperator türk sərkərdələri tərəfindən əsir götürüldü. Alparslan böyük mərdlik göstərərək Bizans imperatorunu bağışladı və onunla sülh müqaviləsi bağladı. Sülhün şərtlərinə əsasən Bizans hər il Səlcuqlara vergi ödəməli və Şərqi Anadolunu türk torpağı kimi qəbul etməli oldu. Tarixində Malazgirt döyüşü mühüm dönüş nöqtəsi hesab edilir. Çünki bu döyüşün nəticəsi olaraq Anadolu həmişəlik türk torpağı oldu. Bu uğurlu döyüşdən sonra Abbasi xəlifəsi Alparslanı müsəlmanların xilaskarı və İslamın nuru adlandırdı. Alparslan 1072-ci ildə böyük bir ordu ilə Qaraxanlı torpaqlarına yürüşə başladı. Lakin sui-qəsd nəticəsində öldürüldü. Hakimiyyətə oğlu 1-ci Məlikşah gəldi. 1-ci Məlikşahın hakimiyyəti illəri Səlcuq dövlətinin siyasi qüdrətinin disləklənmə dövrü idi. Hələ atasının zamanında vəzir olan Nizamil-Mülk, Məlikşahın hakimiyyəti illərində də ona yaxından kömək oldu. 1-ci Məlikşah hakimiyyətinin ilk günlərindən ölkədə daxili sabitliyi qoruyub saxlamağa və şərq sərhədlərini möhkəmləndirməyə başladı. İmperatorluğun mərkəzini İsfahana köçürən Məlikşah yeni yürüşlər üçün hazırlıq görməyə başladı. O, Qaraxanlıları məğlub edib, asılı vəziyyətə saldı və vergi verməyə məcbur etdi. Məlikşahın hakimiyyəti illərində dövlət qərbdə Aralıq dənizindək olan böyük bir ərazini əhatə edirdi. 1-ci Məlikşah iqtisadiyyatın inkişafına şərait yaradan addımlar atmışdı. Belə ki, vahid ölçü çəki və pul sistemlərini yaratmış, karvan yollarının təhlükəsizliyini təmin etmiş və tacirlərin bəzi rüsumlardan azad etmişdi. 1092-ci ildə Məlikşahın ölümündən sonra varislərinin dövründə dövlət tədricən tənəzzül etməyə başladı. Uzun sürən ara müharibələri və tabe edilən xalqların üsyanları dövləti zəiflətdi. Bu zəiflik Avropa xaçlılarının hücumlarının qarşısını almağa imkan vermədi və Aralıq dənizi sahillərinin bəzi əraziləri itirildi. Sonuncu Səlcuq sultanı Səncər Qaraxanlı və Qəznəlilərə qarşı uğurlu hərbi əməliyyatlar aparsa da, Monqol əsilli Qarakitaylara məğlub oldu. Qarakitaylar Mavərənnəhri ələ keçirdilər. Qeyri-müsəlman tayfanın Səncəri məğlub etməsi müsəlman əhali arasında onun nüfuzunu saldı və bir çox əraziləri itirdi. 1157-ci ildə Sultan Səncərin vəfatından sonra Böyük Səlcuq dövləti süqut etdi. İndi isə suallara baxaq.
Birinci sual. Səlcuqluların regionda nüfuzunu artıran amillər hansıları idi? Səlcuqluların regionda nüfuzunu artıran əsas amillər İslam dinini qəbul edərək xilafətin müdafiəçisinə çevrilmələri, hərbi gücləri türk köçləri ilə demoqrafik üstünlük qazanmaları, çevik dövlət idarəçiliyi və ticarəti canlandıran iqtisadi islahatlar idi. İndi isə baxaq sonraki suala. Bizansa kəşfiyyat yürüşünün nəticəsini müəyyən edin. Çağrı bəyin rəhbərliyi ilə 1015-1021-ci illərdə Bizansa edilən kəşfiyyat yürüşünün əsas nəticəsi Anadolu torpaqlarının türklərin məskunlaşması üçün əlverişli olduğunu müəyyən etmələri oldu. Baxaq digər suala. Səlcuqlar sayca üstün olan Qəznəlilərə qalib gəldilər. Səlcuqların sayca üstün olan Qəznəlilərə qalib gəlməsinin əsas səbəbləri yüksək döyüş ruhu, çevik süvari taktikaları, Qəznəli ordusunun ağır və hərəkətsiz olması, habelə yerli əhalinin Səlcuqlara dəstəyi idi. Digər suala baxaq. Sultan Toğrulun Bağdad səfərinin Türk dünyası üçün səfərini dəyərləndirin. Səlcuq imperiyası Amudəryadan Fərat çayına qədər böyük ərazilərə sahib oldu. Xəlifə Toğrul bəyə tabe olduğunu bildirdi və onun şərqin və qərbin hökmdarı adlandırdı. Türk hökmdarlarının İslam dünyasının siyasi nüfuzu artdı. Suallara. Malazgirt döyüşünün dünya tarixində rolu nə oldu? 1. Bizans imperiyasının mövqeləri sarsıldı. Anadolu həmişəlik türk torpağına çevrildi. 2. 3. Türk axınlarının qarşısı alına bilmədi. 4. Səlcuqlu imperiyası böyük qələbə qazandı. İsə sonuncu sualımıza baxaq. Sultan 1-ci Məlikşahın dövründə dövlətin çiçəklənmə səbəbləri nə idi? Dövlətin çiçəklənməsinin əsas səbəbləri geniş ərazilərinin fəthi, paytaxtın İsfahana köçürülməsi və Bizansdan ağır xərac alınması idi. Bu qədər dostlar. Videomu bəyəndinizsə like atıb kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək. Sağ olun.